Suların altında gizlənən hekayə Azərbaycanın cənub sahillərində Xəzərin sakit dalğaları üzərində əks olunan qızılı günəş işığının sanki bir nağıl kimi yayıldığı Dalğakənd adlı kiçik bir balıqçı kəndi yerləşirdi. Bu kənd əsrlər boyu dənizlə, torpaqla, küləklə və hər küncündə öz sirrini daşıyan qədim adət-ənənələrlə həyat bulan bir məkan idi. Kəndin insanları nəsildən nəsilə ötürülən hikmət dolu nağıllara, dərin düşüncələrə və əcdadların öyrətdiyi dəyərlərə sadiq qalır. Hər günün yeni ümidlər, hər gecənin isə unudulmaz xatirələrlə dolu olduğunu hiss edirdilər. Kəndin ən hörmətli insanlarından biri uzun illərin zəhmətinin, dərin kədərini və eyni zamanda sevincini yaşamış, Tolstoyun romanlarında canlanan qəhrəmanların ruhunu xatırladan Hacı Məcid bəy idi. O, dənizin səsini, küləyin pıçıldadığı hekayələri və hər bir dalğanın gətirdiyi sirri eşidər, insanlara həyatın ən böyük zəfəri, öz içində gizlənmiş işığı tapmaqdır deyərək gənclərə və köhnələrə yol göstərərdi. Bir gün Hacı Məcid bəydən öyrəndiyi dəyərlərlə böyüyən gənc Tural, dəniz kənarında, sahildəki qırmızı daşlarla örtülü bir məhəllədə yaşayırdı. Turalın gözlərində həm Xəzərin mavi dərinliyinə, həm də əcdadlarının unudulmaz xatirələrinə dair səmimi bir maraq vardı. O, hər gün səhər günəşin ilk şüaları altında dənizə baxar, dalğaların suda yaratdığı nağılvari naxışları seyr edər və öz qəlbində dərin bir səs eşidərdi. Suların altında, əgər məncə bir dünya gizlidir, o dünyanın sirlərini kəşf etmək, mənə həyatı daha dərindən anlamağa imkan verər. Bu düşüncə Turalın qəlbində bir atəş kimi yanmağa başladı. O, bir gün qərara gəldi. Mən özümü suların altına ataraq, əcdadlarımızın unudulmuş nağıllarını, dənizin dərdlərini və sirlərin dərinliyini tapmağa çalışacağam. Həmin gün Tural, atası Hacı Məcid bəydən aldığı dərin hikmət dolu sözləri, köhnə nağılları və əcdadların öyrətdiyi dəyərləri öz qəlbində daşımaqla suya doğru uzun bir səyahətə çıxdı. Turalın səyahəti yalnız fiziki bir macəra deyildi, o, həm də insanın öz içindəki səmimi arzulara, ümidə və kədərin dərinliyinə səyahət idi. O, sahilin kənarındakı kiçik bir qayıq tapdı, onu diqqətlə hazırladı və Xəzərin maviliklərinə doğru yola çıxdı. Qayıq suda sakitcə irəliləyərkən Tural dənizin sərhədlərinin, dalğaların ritmik səsini və sanki min illərin hikmətini özündə daşıyan hər bir damlanı diqqətlə dinləyirdi. Günəş, dənizin üzərində incə bir qızıl pərdə kimi yayıldıqca, Turalın qəlbində də dərin bir həyəcan yaranmağa başladı. O, suyun altına dalmaq üçün, özünü hazırlamaq üçün qalxdı. Xüsusi avadanlıqlar və uzun illərin təcrübəsi ilə Tural suyun altına doğru enməyə başladı. Suya daxil olduqca dənizin sərinliyi, maviliyi və ətrafdakı bütün sirləri ona yeni bir dünya kimi açıldı. Suyun altındakı dünya yerdəki kimi canlı və rəngarəng idi. Dəniz bitkiləri, rəngarəng balıqlar və koral rezinləri hər biri öz içində əbədi bir hikmət daşıyırdı. Tural hər an sanki keçmişin nağıllarının, əcdadlarının öyrətdiyi dəyərləri bu sualtı dünyada tapırdı. O, həyatın əsli sehrinin dənizin dərinliyindən öz içimizdə axtarmalıyıq deyə düşünürdü. Suyun altında Tural biraz əvvəl heç vaxt görmədiyi, sanki unudulmuş bir aləmin qapısını açan qədim bir məkan tapdı. Bu məkan dərin sularda yerləşən, köhnə daşlardan tikilmiş, ətrafı yosunlarla örtülmüş və sanki min illərin tarixini daşıyan bir qaladır. Qala, suyun altındakı sessizliyi və dərinliyi ilə həm keçmişin, həm də gələcəyin sirlərini özündə cəmləşdirirdi. Tural, qalanın önünə gəldikdə öz içində sanki bir ilahi səs eşitdi. Əgər sən bu qapını aça bilsən, öz içindəki səmimi işığı, ümid və sevgi ilə həyatın əsli sehrini kəşf edəcəksən. Tural, qalanın ağır daş qapısına yaxınlaşdı və içindəki gücə inanan bir ürəklə qapını açmağa başladı. Qapı ağır açılarkən Turalın qəlbində həm qorxu, həm də böyük bir həyəcan qarışığı yarandı. O, qapıdan içəri daxil olduqca ətrafındakı suyun sərinliyi, dalğaların pıçıldadığı səs və hər küncündə gizlənmiş əbədi hikmət onun ruhunu titrətdi. Qalanın içərisində sanki min illərin sirlərinin, əcdadların xatirələrini və gələcəyin ümidini daşıyan məkanlar var idi. İçəri daxil olduqca Tural, qalanın divarlarında əks olunan qədim rəsmlərə, yazılara və naxışlara diqqətlə baxdı. Hər bir detal sanki keçmişin unudulmuş hekayələrini danışırdı. Tural, bu rəsmlər bizim əcdadlarımızın həyatı, sevinci və kədərini, ümid və inamını izah edir, deyə düşündü. O, bu unikal mədəni irsi öz qəlbindəki səmimi işıqla birləşdirərək dərin bir anlayışa gəldi. Suyun altında keçirdiyi saatlar boyunca Tural yalnız qədim qalayı deyil, həm də öz iç dünyasını kəşf etdi. O, sualtı sessizliyindən öz qəlbindəki dərin arzuları, kədəri və ümidləri daha da aydın görməyə başladı.
Tural, hər kəsin içindən bəlkə də bu dəniz kimi səmimi və dərin bir dünya gizlidir. Biz bu dünyanın öz içimizdə tapdıqda həyatın əsl mənasını anlaya bilərik, deyə düşünürdü. Qalanın dərinliyində araşdırmalar apararkən Tural sanki bu sualtı məkanda yaşayan qədim varlıqlarla, tarix və mədəniyyətin izləri ilə dolu bir ruhla qarşılaşdı. O, qədim yazılarda, rəsmlərdə və naxışlarda öz cəmiyyətinin, əcdadlarının və atalarının öyrətdiyi dəyərləri tapdı. Bu kəşf onun üçün yalnız bir macəra deyildi, o, həm də öz həyatının, cəmiyyətin və bütün insanların qəlbində daşıdığı səmimi işığı, ümid və sevgi dəyərlərini yenidən kəşf edirdi. Suyun altında Turalın ürəyi sanki min illərin nağıllarını, keçmişin ağır xatirələrini və gələcəyin parlaq ümidini bir araya gətirirdi. O, hər birimiz dənizin dərinliyindəki sirlər kimi öz içimizdə də unudulmaz bir dünya daşıyırıq. Bu dünya sevgi, mərhəmət və səmimiyyətdə gizlidir, deyə düşünərək qalanın içərisindəki hər bir kəşfə dərin hörmət bəslədi. Nəhayət, Tural sualtı kəşflərindən öz qəlbində daşıdığı səmimi işığı və ümidlə dolu xatirələrlə quru dünyaya qayıtdı. O, qayıqla suların səthinə çıxdıqda ulduzların əks olunduğu gecə səmasında öz içindəki dərin dəyişiklikləri, qalanın sirlərini və sualtı macərasının ona öyrətdiyi hikməti düşünürdü. O, kəndə qayıtdıqda yalnız fiziki səyahətin deyil, həm də öz ruhunun, qəlbinin səmimi işığının kəşfinin şahidi oldu. Kəndə qayıtdıqdan sonra Tural öz yaşadıqlarını, sualtı kəşflərini və tapdığı dərin hikməti insanlarla paylaşmağa başladı. O, Hacı İbrahim bəydən eşitdiyi kimi, həyatın əsl sirri, insanın öz içində gizlənmiş, səmimi sevgi və ümid işığıdır, deyərək gənclərə və yaşlılara öz hekayəsini danışdı. Kənd meydanında toplanan insanlar Turalın danışdığı sözlərdə sanki min illərin hikmətinin, əcdadlarının xatirələrini və gələcəyin ümidini eşidirdi. Onlar, bizim içimizdəki işıq yalnız maddi zənginlikdən deyil, həm də sevgi, mərhəmət və səmimiyyətdən ibarətdir. Hər birimizin qəlbində parlayan bu işıq bizim ən böyük gücümüzdür, deyərək Turalın sözlərinə qulaq asdılar. Turalın sualtı macərası kəndin hər bir sakininin qəlbində yeni ümid işığı yandırdı. Gənclər onun izindən gedərək cəmiyyətin dəyərlərini qoruyub saxlamaq, atalarının öyrətdiyi ənənələri davam etdirmək üçün yeni təşəbbüslər ortaya qoydular. Kənddəki hər kəs Turalın danışdığı sözlərdə öz içindəki dərin sevgi və mərhəməti taparaq bir-birinə dəstək oldu. Hətta günəşin hər doğuşu və ulduzlu hər gecə kəndin hər küncündə, dar daşlı küçələrdə, hər ağacın kölgəsində Turalın sualtı kəşfinin və tapdığı dərin hikmətin sədası eşidilirdi. Bu nağıl Tolstoyun epik təsvirlərindən ilhamlanaraq insanın öz içindəki gücü, cəmiyyətin birliyini və əbədi ümidin səmimi işığını ortaya qoydu. Hər kəs dənizin dərinliyində gizlənən sirləri tapdıqca öz qəlbindəki işığı parıldatdı və həyatın ən böyük sirrini, sevgi və ümidin yaşamağa davam etdi. Kənd və Dalğakənd artıq yalnız bir coğrafi məkan deyildi, o, insanların qəlbində min illərin hikmətindən, əcdadların xatirələrində və gələcəyin ümidində yaşayan səmimi və əbədi bir işığın təcəssümü idi. Beləliklə, Suların Altında Gizlənən Hekayə adlı bu dastan Azərbaycan torpaqlarının zəngin mədəni irsinin, əcdadların öyrətdiyi dəyərləri və insanların qəlbində yaşayan səmimi ümid və sevginin gücünü nəsildən nəsilə ötürərək, hər kəsin içində parlayan o əbədi işığın, həyatın əsl sehrini, sevgi, mərhəmət və ümid necə daşıdığını bizə xatırlatdı. Hər kəs Turalın və sualtı macəranın izindən gedərək həyatın dərinliyində gizlənmiş sirləri, qəlbində daşıdığı səmimi arzuları və ümidləri tapmağa çalışdı və bu, cəmiyyətin ən böyük gücü kimi əbədi parıldamağa davam etdi.